Şrek bataqlığın qəhrəmanı nağılı. Bir zamanlar uzaq bir diyarda, qaranlıq və palçıqlı bir bataqlıqda Şrek adında böyük, yaşıl bir div yaşayırdı. İnsanlar ondan qorxsa da, əslində Şrek sadəcə tənhalığı və sakitliyi sevən, ürəyi təmiz bir div idi. Bir gün Şrekin sakit həyatı alt-üst oldu. Zalım Lord Farquaad bütün nağıl qəhrəmanlığını öz krallığından qovub Şrekin bataqlığına göndərdi. Şrek evini geri almaq üçün Lord Farquaadın yanına getməyə qərar verdi. Yolda o, çox danışan amma çox sadiq bir eşşəklə tanış oldu. Lord Farquaad Şrekə bir şərt qoydu. Əgər Şrek əjdahanın qoruduğu qalada dustaq olan Şəhzadə Fionanı xilas edib gətirsə, bataqlığını geri alacaqdı. Şrek və eşşək təhlükəli yola çıxdılar. Qalada alov püskürən nəhəng bir əjdaha ilə qarşılaşdılar. Lakin Şrekin cəsarəti və eşşəyin şirin dili sayəsində Fionanı xilas edə bildilər. Geri qayıdarkən Şrek və Fiona bir-birinə aşiq oldular. Lakin Fionanın bir sirri var idi. O hər gecə gün batanda bir divə çevrilirdi. Fiona elə bilirdi ki, ancaq gözəl bir şəhzadə onu öpsə, bu tilsim qırılar və o həmişəlik gözəl bir qız olaraq qalar. Hekayənin sonunda Şrek Fionaya olan sevgisini etiraf etdi. Onlar qucaqlaşanda tilsim qırıldı, lakin Fiona gözəl bir şəhzadəyə deyil, həmişəlik bir divə çevrildi. Çünki onun əsl xoşbəxtliyi olduğu kimi görünməkdə və Şrekin yanında olmaqda idi. Onlar bataqlığa qayıtdılar və dostları ilə birlikdə ömürlərinin sonuna qədər xoşbəxt yaşadılar. Çünki əsl gözəllik insanın xarici görünüşündə deyil, onun qəlbindədir. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Naranın nağıllarında görüşərik. Hələlik.